Biz ilkin öncə 8-ci sinifdən tələbələri bir test imtahanlarından keçiririk və onların texniki bazalarını yoxlayırıq. Emin bəy, çox vaxt xaricdə təhsil planlayan şagirdlər 11-ci sinifdən başlayırlar hazırlaşmağa. Bəs xaricdə təhsil almaq istəyən bir abituriyent neçənci sinifdən başlamalıdır hazırlıqlara? Ümumilikdə xaricdə təhsil hazırlıqları biz düşünürük ki, artıq indiki zəmanədə hazırlıq proseslərinin hamısını nəzərdə saxlasaq, tələbənin götürmə qabiliyyəti, stres menecment dediyimiz stresin idarə olunması, proqramların ağırlığı, hal-hazırdakı mövcud durumu nəzərə alsaq 8-ci sinifdən başlanması daha aktual variantdır. Biz ilkin öncə 8-ci sinifdən tələbələri bir test imtahanlarından keçiririk və onların texniki bazalarını yoxlayırıq. Tənqidi düşüncə qabiliyyəti, götürmə qabiliyyətləri və proqram ağırlıqları bir-biri ilə tələbənin qabiliyyəti ilə götürmə bacarığı ilə eynidirsə, o zaman 8-dən yox 9-dan da başlada bilərik. Amma çox zaman biz hal-hazırda bunun fərqindəyik ki, bu tələbələrdə artıq 8-ci sinifdən daha çox başlama hallarına rast gəlirik və ona görə də 8-dən başlamaq bizim üçün daha aktual bir varianta çevrilir. 8, 9, 10 biz tamamilə akademik hazırlığı bitiririk. 11-ci sinifdə isə sosial aktivitetlər dediyimiz qalan hissələrdə hansısa bir hissədə social background hissəsində doldurulmalı nələr varsa onları doldururuq.